Hər kəsə salam, YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün vloqu iş yerimdən açmışam. Deməli, sizə iş yerimdə, yəni kafedrada düzəltdiyim bu guşəni göstərmək istədim. 1-2 gün idi ki, bunun üzərində işləyirdik. Yəni kafedra əməkdaşlarının gətirdiyi müəyyən bəzək əşyaları falan, bunları hazırlamağa çalışırdım. Bu xonçanı da özüm hazırlamışam qızlar. Əslində belə bir xonçamız var idi, hardasa 3-4 il bundan öncə. Onu da mən hazırlamışdım, amma 4 formada idi. Bu səfər isə onu sökdüm, kartonu falan kəsdim, yumru elədim, çəpərini falan vurdum, bəzəklərini elədim. Səmənini də bu arada mən bəzəmişəm qızlar. Yəni qabı almışdıq, digər bəzək işlərini mən eləmişdim. Bundan böyük əksəriyyətini müdürümüz gətirib. Milli ornamentli əşyalardır. Gətirdi və mən də buranı bu şəkildə bəzəməyə çalışdım. Yerə xalça da sərmişik. Bu boş belə patnuzdur. Bunun da içini birazdan dolduracağam. Elə sizlə belə deyim, söhbət eləyə. Ümumi forması da belədir qızlar. Güman edirəm ki, əlişimi bəyənmisiniz. Deməli qızlar, dediyim patnosu doldurmaq üçün belə aksesuarlar almışdım. Daşdan hazırlanmış şəkər, bura, qoğal, paxlava. Bundan hər birini Nərmanovda Life Center ticarət mərkəzi var. Onun altında bir neçə dənə 1 manatlıq mağaza var. Hamısını oradan əldə eləmişdim. Çox xoşuma gəldi. Hərəsi də 1 manataydı. Hər birinin, yəni ayrı-ayrılıqda qiyməti 1 manat idi. Belə yumurtalar aldım. Süni yumurtalar deyək də. Yumurtalar da 50 qəpik idi. Bir də belə 6 ədədli şam aldım. Biraz da qoz fındıq, fıstığımız var. Ondan belə patnosun içini doldurdum. İndi isə şamlarını qoyacağam. Bu aksesuarlar dediyim kimi çox qəşəng görsənir. Həqiqətən, yəni suvenir kimi xonçaları düzəldəndə istifadə etmək olar. Qiyməti də belə götürəndə münasibdir. Balaca ölçüdə də olanları var idi. Yəni şəkər, bura, paxlava, nə bilim bəziləri belə bitişik formadaydı. Amma açığı deyim, mən heç yerdə belə tək-tək bu formada, iri ölçüdə, yəni bu aksesuarlardan görməmişdim. Nəzərimdə digərlərindən almaq idi, amma bunları görəndə elə bunlardan almağa qərar verdim. Bu şəkildə xonçanı qurdum. Evdə hələ ki açığı bayram hazırlıqlarına başlamamışam qızlar. Yəni hansısa bir bəzək falan heç bir şey etməmişəm. İnşallah axırıncı çərşənbəyə yaxın mən də evi bəzəməyi düşünürəm. Burada çəkilişi yenidən etdim. Demək olar ki, artıq yekunlaşdırmışam. 1-2 əlavələr var idi, onları da etdim. Bu torbanı doldurdum. Əslində torbanın altı kağızdır, üstünə qoz fındıq qoymuşam. Sonra belə yekə səməni formasında şam gəlmişdi. Onu da gətirmişdi müdürümüz. Onu da qoydum xonçanın içinə. Bir də bu şamdanın içini doldurdum. Yəni elədikcə belə çəkiliş eləyə bilmədim. Çünki yəni vaxt imkan yox idi. Hazırlayandan sonra bu formada, tam hazır formada yəni çəkiliş etdim. Deməli qızlar, bəzək düzəyimi belə deyim 7 mart günü eləmişdim və növbəti gün 8 mart üçün rektorumuz tərəfindən belə kafedraya şirniyyat göndərilmişdi. Xurma firmasının belə çox estetik belə formada, təqdimatda
əldə hazırlanmış şokoladları göndərmişdilər təbrik niyyətinə. Hər il bizdə, yəni bu jest edilir. Keçən il başqa bir formada şokoladlar idi, bu il də başqa formada. Deməli, artıq işdən evə qayıtmışam qızlar. Bu mənim müdürümün mənə 8 mart hədiyyəsidir. Bu bədən gelidir, digəri isə bədən spreyi idi. Yəni sağ olsun, hər birimizi xatırlamışdı, hər birimizə hədiyyə almışdı. Bu isə digər bir laborant yoldaşım Dürdanənin hədiyyəsidir. Çox şirin, çox gözəl fincandır. Həqiqətən çox xoşuma gəldi. Üstündə belə fil var. Filin xortumunda bir dənə balaca bir cücədir. İçinin qaşığı və üstünün də belə qapağı var. Qapağı çox yaxşıdır. Məsəl üçün çay tökəndə içi isti qalsın və kifayət qədər də böyük bir fincandır. Bunu isə digər iş yoldaşım belə deyək şirinlik kimi vermişdi. İndi keçim növbəti hədiyyəni göstərim. Növbəti hədiyyəm isə Əsmərin hədiyyəsidir. Belə mənə çərəz qabı almışdı. Bu tərz qabları çox bəyənirəm. Taxta və ağ rəngdən ibarət olan, yəqin ki, mağazalarda rastınıza çıxıbdır. Bunları yəni çox-çox bəyənirəm. Həm qablarını ayrı-ayrı da istifadə etmək olur. Belə taxtanın üzərində də istifadə etmək olar. Forması çox xoşuma gəldi. Mənim bu tərz çərəzliyim yox idi. Bir dəfə söhbət əsnasında demişdim. O da nəzərə alıb sağ olsun belə bir hədiyyə almışdı mənə. Mən də öz hədiyyələrimi etmişdim. Əsmərə fırça, yəni makyaj fırçası seti almışdım. Dürdaniyə isə kəlağayı almışdım. Digər iş yoldaşıma isə sırğa almışdım. İşdə hədiyyələşdik. Hədiyyələşmə vaxtı çəkiliş etmədim. Son dönəmlər ümumiyyətlə işdə açıq deyim, yəni çəkiliş eləyə bilmirəm qızlar. İşlərimiz çoxdur. Dərslərim çoxdur. Yəni həftənin hər günü demək olar ki, dərsdə oluram. Ona görə də imkan eləyə bilmirəm. Qabı yudum, təmizlədim. Daha sonra içinə belə çərəzlər doldurdum. Bu isə baldızıma verilmiş 8 mart hədiyyəsidir. İş yerindən təqdim olunub. Belə ürək formasında sunum eləmək üçün qəşəng qabdır. Onu da istifadə elədim. Dedim, onu da göstərim vloqda. Orada meyvə doğradım, qoydum. Qızlara demişdim ki, hədiyyələrinizi təqdim eləyəndə, yəni istifadə eləyərək təqdim eləyəcəm. Yəni çərəzləri qoyacağım, fincanıma çay süzəcəm və Rafaella şirniyyatı ilə bir yerdə axşam dedim, yəni nuş eləyəcəm, istirahət eləyəcəm. Şəklini də çəkib qızlara göndərmişdim. Özüm üçün balaca bir süfrə açdım. İş yoldaşlarımızla bu şəkildə hədiyyələşməyimiz artıq bizim demək olar ki, yəni adət-ənənəmizdir. Bəlkə də fikirləşərsiniz ki, yəni 8 mart günü qadına nə ehtiyac var, yəni hədiyyə almağa, amma bu bir-birimizi belə deyək, xatırlamaq deməkdir. Biz həmişə 8 martda və yeni ildə bu şəkildə hədiyyələşirik mütləq. Növbəti gün, yəni 8 mart günü uşaqları gəzməyə çıxartdım. Təbii ki, məqsəd Mehrini təbrik etmək idi, amma uğuru da götürmüşdük özümüzdən təbii olaraq. Sevinç mola gəldim qızlar. Yəqin ki, buradan xəbəriniz var. Qarayev metrosunun yaxınlığında açılıbdır. Çox böyük bir məkandır. Çox da xoşuma gəldi. Hələ ki, bu oyun yerləri falan təzədir. Ona görə də adama xoş gəlir. Düzdür, hələ ki mağazalar falan çox deyil. Yəni birinci mərtəbədə bir mağaza var idi, paltar mağazası.
ikinci, üçüncü mərtəbələrdə ümumiyyətlə mağaza yox idi. Yoxsa ikinci mərtəbədə bir dənə uşaq mağazası var idi. Düzdür, bəzi mağazaların afişaları vurulmuşdu. Aşağıda bir dənə kosmetika mağazası var idi. Coffee shop var idi. Yuxarıda da cəmi-cümü 3 dənə restoran var idi. McDonald's idi biri, digərləri də fərqli yerlər idi. Uşaqlar gələn kimi dedilər acıq, ona görə bu səfər birinci yemək yedilər, daha sonra oyun yerinə keçdik. Mehrin hazırlığa getmişdi, hazırlıqdan çıxanda artıq ac idi. Ona görə ilk öncə yeməyimizi yedik. Daha doğrusu uşaqlar yedi, mən orucuydum. Təbii ki, mən yemədim. Belə içəridə karusellər də var idi və əyləncə yeri 2 mərtəbədən ibarət idi. 4-cü, 5-ci mərtəbələr, yəni uşaqlar üçün ayrılıb. 3-cü mərtəbə səhv eləmirəmsə yemək idi. Yuxarılar artıq oyun yerləri idi. Oyun yerləri dediyim kimi çox bəyəndim. Ən çox da nəyini bəyəndim? Çeşid hədsiz çox idi. Yəni ki, həm balacaları nəzərə alıblar, həm böyükləri nəzərə alıblar. Yəni yaş olaraq da belə deyim. Ona görə də yəni bura mənə çox rahat gəldi. Həm Mehrinin, həm də Uğurun maraqlarına uyğun idi. Ona görə hər ikisinin də xoşuna gəldi. Güman edirəm ki, artıq bura tez-tez gələcəyik. 2 manata kart almışdıq və İçini də hardasa bir 30 manat həcmində doldurdum. 30 manata da deyəsən 10 manat əlavə bonus vermişdilər. Yəni ümumilikdə 40 manata demək olar ki, bu hissədə tam uşaqlar istədiklərini oynaya bildilər. Yəni hər şeydən də istifadə etmədilər. Ən çox da nəyi bəyəndim? Yəni bir dəfə ödəniş eləyib, yəni elə oyunlar var idi ki, bir dəfə ödəniş eləyib 2 nəfər oynaya bilərdi. Yəni ki, hamısı belə tək-tək oyunlar deyil idi. Yəni bu baxımdan düşünürəm ki, həqiqətən sərfəli idi. Məkanı bəyəndik, yəqin ki, inşallah bundan sonra tez-tez gələrik. Daha sonra oyun hissəsinin, yəni yuxarı mərtəbəsinə keçdik. Burada da belə trampolin var idi, batut var idi. Uşaqlar orada girdilər. Buranın yarım saatı deyəsən 8 manat idi, 15 dəqiqəsi 4 manat idi. 1 saatı deyəsən 10 manat idi, səhv etmirəmsə. Biz yarım saatlıq götürdük. Uşaqlar orada da əyləndilər. Daha sonra anam da bizə qoşulmuşdu. Yəni anamgil Qaraev metrosunun yaxınlığında yaşayırlar. O da ora gəldi, Mehrini təbrik elədi və oturdu, bir stəkan kofe içdi. Çıxdıq, gəldik evə. Evə gələndə də Uğur da mən də Mehrinə hədiyyələrimizi təqdim elədik. Uğurun adından bədən spreyi, bir də blesk almışdım. Özüm isə belə bir ətir almışdım. Mehrin belə şeyləri sevir qızlar, xoşu gəlir. Bunlar da mənim digər hədiyyələrimdir. Deməli, belə bir ev dəstidir. Bunu baldızım hədiyyə etdi mənim üçün. Yəni yaya uyğundur, inşallah yayda geyinəcəm. Bu isə pijama dəstidir. Çox şirin, çox gözəl pijama dəstidir. O qədər bəyəndim. Yəni şalvarla koftasıdır, uzun qol formada. Bu da qaynanamın hədiyyəsi idi. Bu hədiyyə isə Mehrinin hədiyyəsidir. Bacım almışdı. Belə bir şampun və bədən geli dəsti idi. Dediyim kimi Mehrin belə şeyləri çox sevir deyə bu səfər dedim ki, belə yüngülvari hədiyyələrini alaq. Yəni elə də böyük bir şeylər almağa ehtiyac duymadım. Bu bədən spreyi ümumiyyətlə zərlidir. Çox bəyəndi. İyisi, qoxusu, yəni çox gözəldir. Bu da bleskdir. 2 tərəfli bleskdir. Bir tərəfi
zərlidir, bir tərəfi isə yəni rənglidir. Bu da ətridir. Açım göstərim sizə. Ətrin iyisi o qədər qəşəngdir qızlar, yəni düşünürəm ki, özüm də istifadə eləyəcəm. Bundan öncə də bir neçə ətri var idi Mehrinin. Həqiqətən uşaq ətirləri doğrudan da yəni çox gözəl olurlar. Yəni bu ətir də ümumiyyətlə yaza uyğundur. Analı balalı yəqin bir yerdə istifadə eləyərik. Bu isə baldızımdan qaynanamın hədiyyəsi idi Mehrin üçün. Belə bir sadə bir kofta. Bunları da bayaq Sevinç Molda bir mağaza var idi. Oradan girdi aldı. Demək olar ki, bunlar da atasının hədiyyəsidir. Çünki ona pul vermişdi. Pulu özü ilə götürmüşdü və o pulla bunları aldı özünə. Bu isə anamın hədiyyəsidir. Yəni bu vlog demək olar ki, başdan ayağa hədiyyə vlog oldu qızlar. Yəni 8 martımızı ümumi götürəndə belə keçirtdik. Bu isə bacımın mənə hədiyyəsidir. Mən ümumiyyətlə sırğa xəstəsiyəm. Təbii ki, ən dəyərli hədiyyə də budur. Yəqin artıq formasından sizə məlum oldu ki, bu Uğurun hədiyyəsidir mənim üçün. Belə bir açıqcalar hazırlamışdı. İçərisinə də xoş sözlər yazmışdı. Təbii ki, elə mənim üçün dediyim kimi ən dəyərli hədiyyələr də bunlar oldu qızlar.